Hər kəs bilir ki, Samsungun sürətli zaryadkası əslinə qalanda o qədər də sürətli deyil. Çinlilərin təqdim etdiyi sürətli zaryadkaların yanında Samsung yumşaq desək, heç zaryadkanı sürətli aparmır. Amma deyəsən, Samsung gələn il 2026-cı ildə bu problemləri Galaxy S26 Ultra'da köklü sürətdə dəyişəcək. Söhbət naqilsiz zaryadkadan gedir. Flaqman modeli daha incə olacaq, lakin Ultra seriyasından özünəməxsus dizaynını qoyub saxlayacaq. Insider Ice Universe Samsung Galaxy S26 Ultra'nın daha sürətli 25 W'lıq naqilsiz zaryadka xüsusiyyətinə sahib olacağını iddia edir. Bu hazırki Galaxy S25 Ultra'dan 10 Watt daha sürətlidir. Naqilli zaryadka da təkmilləşdiriləcək. Yeni model istənilən Samsung smartfonunun ən yüksək gücü olan 60 W'lıq zaryadkanı əldə edəcək. Reversiv zaryadka imkanları haqqında hələ ki heç bir məlumat yoxdur, lakin onun 4.5 Wattda qalacağı gözlənilir. Adi Galaxy S26 və S26 Plus modelləri də daha sürətli zaryadka xüsusiyyətlərinə sahib olacaq. İnfosuntulara görə əvvəlki 15 Wattdan daha çox 20 Watt naqilsiz zaryadkanı dəstəkləyəcək. Bu o deməkdir ki, bütün modellər də daha enerji effektiv arxitekturasına malik olacaq və bu da əhəmiyyətli stilik yaratmadan daha sürətli zaryadkanı etməyə imkan verəcək. Galaxy S26 seriyasının rəsmi təqdimatı 26-cı ilin əvvəllərində gözlənilir.